Sumqayıtda tələbə vəfat edib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, xidmət sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin 2-ci kurs tələbəsi Rizvan Vəliyev dünyasını dəyişib, onun xəstəlik səbəbindən öldüyü açıqlanıb. Uzun illər Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışan Seyfəddin Rəhimov dünyasını dəyişib. Unikal xəbər verir ki, sabiq məmur 77 yaşında ölüb. Qeyd edək ki, Seyfəddin Rəhimovun Sumqayıtın ictimai-siyasi həyatında mühüm rolu olub. Qusarın Samur qəsəbəsində SDK yolu adlanan ərazidə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Şimal News xəbər verir ki, Samur Dəvəc kanalının yaxınlığında DAF markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb, nəticədə 28 yaşlı sürücü aldığı xəsarətlərdən el hadis yerindəcə ölüb. Yük avtomobilində daşınan badımcanlar qəza zamanı kanalın kənarına və suya səpələnib, hadisənin baş vermə səbəbləri araşdırılır. Çinin Hubey əyalətində tufan və güclü külək səbəbindən 11 nəfər ölüb, daha bir nəfər itkin düşüb. Bu barədə yerli Xinhua nəşri məlumat yayıb. Bəzi yerlərdə küləyin sürəti Beaufort şkalası üzrə 13-cü səviyyəyə çatıb, bir sıra rayonlarda həmçinin tornadolar qeydə alınıb. Hava şəraitinin pisləşməsi nəticəsində 22 bina uçub, daha 4855 tikili zərər görüb. Hakimiyyət orqanlarının məlumatına görə təbii fəlakətdən 331 nəfər zərər çəkib. Hazırda ziyan dəymiş rayonlarda axtarış xilas etmə əməliyyatları davam etdirilir. Zərər çəkənlərə yardım göstərilir. Salyanda isə gənc qadın vəfat edib. Dünən saat 21 radələrində Qarabağlı kənd sakini 1992-ci il təvəllüdlü Aygül Vəliyeva aşağı qan təzyiqi diaqnozu ilə xəstəxanaya çatdırılsa da az sonra dünyasını dəyişib. Faktla bağlı araşdırma başlanılıb.